və 1 xörək qaşığı süd və yaxud da su. Fərqi yoxdur. Bunları belə qarışdırıb yaxıram çörəyin üzərinə. Və belə videoda gördüyünüz kimi cızıqlar qoyuram xəmirə və vilkalayıram. Sonra isə qoyuram 230 dərəcədə qızdırılmış sobada bişsin. Çox tez bişir, yəni tez-tez baxın ki yanmasın. Yumuşaq, çox dadlı çörəklər alınır. Siz də hazırlayın, nuş olsun sizə də.